Dünya hər zaman diridir. Ancaq bu diriliyi yaradan səbəb var. Və bu diriliyi yaradan səbəb nədir? Dünyanın yenilənməsi. Dünya yalnız yenilənmə əsasında diri qalır. Bəs yenilənməyə gətirən səbəb nədir? Yenilənməni yaradan səbəb isə köhnəlmədir. Keçmişə keçmədir. Yəni dünya və dünyadakı hadisələr köhnəlir, ömrünü başa vurur və keçmişə keçir, ona görə də yenilənmə baş verir. Bunun nəticəsində dünya hər zaman diri qalır. Və biz dünyanı hər zaman diri görürük. Əgər dünyada yenilənmə baş verməsə, dünya tükənər, dünya yox olar. Hadisələr hamısı keçmişə keçər, yoxluğa çevrilər. Ardıcıl yenilənmədir. Dünyadakı bütün hadisələr, bütün varlıqlar, hər birisi özünü yenidən istehsal edir. Özünün yeni versiyasını ortaya qoyur. Məsələn, İnsanlar özlərini yenidən istehsal edir. Evlatlarımız bizim yeni versiyamızdır. Atamız, anamız, nənəmiz, babamız bizim köhnə versiyalarımızdır. Biz səmaya baxanda həmişə yeni bulud görürük. Biz səmaya baxanda həmişə yeni günəş görürük. Yəni günəşi həmişə diri görürük. Buludu həmişə diri görürük. Köhnə bulud görmürük. Yəni dünya həmişə yenilənmə içərisindədir və onun diriliyini yaradan səbəb budur. Ancaq bu yenilənmə dünyanın, hadisələrin öz daxili qanuna uyğunluğu əsasında baş verir. Dünyaya, hadisələrə ayrı-ayrılıqda bircə-bircə nəzarət edən və onu yenilənməyə məcbur edən hansısa ilahi güc yoxdur. Bu dünyanın öz daxili qanuna uyğunluğudur, öz nizamıdır. O nizam özündən yaranıb. Bu biraz ağla sığmır. Ancaq bu belədir. Dünyanı, hadisələri yenilənməyə məcbur eləmək olmaz. Ancaq bu mexanizm o hadisələrin içərisindədir, dünyanın içərisindədir. Və dünya həmişə öz içərisindən yeniləndiyi üçün dünya diri qalır. Həyat diri qalır. Bütün varlıq diri qalır. Və varlıq əbədiyyən diri qalacaq.